Xoş gördük. Zümrüdlə addım-addım yenə görüşünüzə gəlib. Bu dəfə həyatımızın önəmli bir hissəsinə çevrilən stressdən danışacağıq. Niyyətimiz odur ki, həyatımızdan ayıraq bu hadisəni, stressi. Tək deyiləm, əlbəttə. Yenə qonağım var. Transpersonal psixoloq İlqar Kərimov qonağımdır. Xoş gördük. Sağ olun. İlqar müəllim, stres indi elə bir vəziyyət alıb ki, balaca uşaq da bu sözü əzbərləyib. Əvvəl o üzündə nur saçan nənələr deyir ki, stressdəyəm. Hansı ki, məsələn, mənim anam heç vaxt nənəsinin stressini xatırlamır. Amma mən xatırlayıram, anamızda da bu var, atalarımızda da, gənclərdə də uşaq yaşına qədər stress gəlib çatıb. Ümumiyyətlə, stress nədir? Hansı hissin adına stress deməliyik? Stress həqiqətən də çox təməl bir mövzudur. Stressdən biz belə də gedə bilirik, belə də gedə bilirik, müxtəlif problemlara çıxa bilirik. Deyəcəm niyə görə? Və mən bir qədər sonra inşallah stressin terapevtik sahələr haqqında danışacağım. Necə olunmalıdır bu? Stress insan həyatında təməl bir mövzudur. Bəli, təəssüf mü deməliyik? Yox. Aha. Yox, bir qismi üçün yox. Ənənəvi bir anlayış var stresslə bağlı. İlk Adəm oğluna, yəni Allah Təbaraka və Teala Quranda Adəmin yaradılışı haqqında xəbər verir, müxtəsər bir formada, Quranda və sünnədə. Onun izahı olmur ya yüngül bir formada. Yəni biz bilmirik açığına necədir bu. Yəni hamı elə bilir ki, Allah adamı yaratdı bir dəridən, sümükdən və ruh verdi. Allah öz ruhundan üfürdü. Amma yadlarından çıxardılar ki, Allah onun psixikasını yarattı. Bu ayrıca bir bölümdür. Və ilk insanlar stres qarşısında, yəni Adəm evladları falan, o vaxt silah yox idi, bir şey yox idi. Təbii ki, amma var idi, oxlar var idi, nizələr var idi bunlar. Çünki mən Adəmin yaradılışına Darwinizm nöqteyi nəzərindən yanaşmıram. Təbii ki, Allah şuurlu bir məxluq yaratdı, bir yer üstündə xəlifəsini yaratdı. Streslə qarşılaşdığı zaman insanın 3, hardasa 4 davranış qaydası formalaşmışdı. Bir, qaçmaq. Bir, yerində saymaq, qurumaq. Yəni, quruyub qaldım deyirlər. Stupor, quruyub qaldı, bəli, stupora düşmək. Yəni, bir də mübarizə aparmaq. Bu üçündən biri. Stres də stresdir. Hər bir insan streslə doğulur. Hər bir insan. Bu çox kədərli cümlədir amma. Bu insanın yaradılışı belədir. Çünki biz stresi anlamaq üçün görək qayıdaq ana bətninə. Transpersonal psixologiya onun elan edir ki, elmi cəhətdən, tədqiqatlarla ki, insan ana bətnində 3 perinatal qayda keçir, 4-cü də bu dünyaya gələn kimi. O 2 və yaxud 3 perinatal qaydada insan o qədər stres çəkir ki, ana bətnindən başlayır stres. Hətta yaxşı ana qidalanıb, həkimlər baxıb, evdə stressiz yaşayıb da bu adam. Fotosessiyalar ediblər, Fotosessiyalar əyləniblər. Yenə də xeyri yoxdur. 3 dənə mərhələ var ki, orada stres var. Bunu nə üçündür? Mən nə üçün bayaq dedim ki, Allah bunu belə yaradıb insan psixik strukturuna. Ey insan, sən dünyaya gəlirsən. Sən stresslərlə qarşılaşacaqsan. Yəni hazırlayır bizi. O stres orada bizi hazırlayır. Əgər o olmasa biz həmən ilk stresimizdə bəlkə də biz ürəyimiz patlayardıq. Sən ağrı çəkəcəksən, sən itki ilə qarşılaşacaqsan, səni itirəcəklər, sən itirəcəksən, sən kədərlənəcəksən, sən utanacaqsan, sən baskı altında qala bilərsən. Hər şey. Ona görə sən bu 3 perinatal qaydada stres çəkməlisən. Ana ki, hamilə olur. O vaxtdan başlayır birinci mərhələ. Birinci mərhələni Stanislav Grof sayır, bilirsiniz necə? Mülayim bir mərhələ. Cənnət mərhələsi deyir. İndi mən bu sözü cənnətin... Ana bətnində olarkən hər şey okey olur, rahat olur. Uşağı qidalandırırlar. Uşaq heç bir dərd çəkmir orada. Təbii ki, ana orada intoksikasiya getmirsə, əsəbləşmirsə, normal hamiləlik, normal hamiləlik dövrü keçirsə, uşaq çox rahat bir şəkildə
özünə yemək ehtiyacı yoxdur, qazansın, içmək. Ana nə edirsə uşağa gəlir. Biz bunu bu proses tibbi prosesdir, bunu girmirik. İkinci mərhələ başlayır ağrı tutanda artıq. Təsəvvür edin ki, insan balaca körpə yaşayır öz aləmində, başqa bir aləm yoxdur. Bəli. O bu aləmdə xoşbəxtdir də, olmayacaq başqa aləm. Birdən başlayır zəlzələ. 2 bal, 3 bal, 5 bal, binalar uçur. Onun dünyası başlayır dağılmağa. Nə tər stressdir bu? Rahat yaşadığı yerdə onun aləmi dağıdır. Gələcəkdə nə olacaq o bilmir, o məhv olur, onun dünyası məhv olur. Budur. İnsanın dünyaya gəlişi həmişə bizə xoşbəxtlik kimi görünüb, Bəli. göstərilib. Siz amma fərqli yanaşırsınız. Deyirsiniz ki, Transpersonal psixologiya bunu deyir. o öz dünyasından ayrılmağı onun ilk stresidir. İlk stresidir. Bu hazırlıq mərhələsidir. Həm də onun stressə açıq olması deməkdir. Bunun mənfi müsbət cəhətləri var. Burada mənfi ilə müsbət cəhət arasında bir balans var. Balans bu həyatın qanunudur. Sular gedir, ağrı tutur, stres dünyası dağılır və artıq çıxış vaxtıdır. Bu dünyaya gəliş, dəhliz. O dəhlizdə işıqfor var. Məcazi mənada. Qırmızı işıqdır, dəhlizə düşüb çıxanmır. Hələ bağlıdır, icazə yoxdur, qatar keçir. Şlaqbauma qalxmır belə. Orada boğulur, qalır. Orada ən çox stres orada olur. Ondan sonra Allahın izni ilə yaşıl işıq yanır, şlaqbaum qalxır, bu dünyaya gəlir. Bu da ikinci böyük stres. Bu da ikinci böyük stres. Onu da deyim ki, yaxşı ki tibb belə inkişaf edib. İndi onu biraz daha rahatlaşdırıb hər şey. Amma bütün hallarda... O çox da yaxşı deyil. Bəzən kömək etmək lazım deyil. Bəzən iynələr vurmaq lazım deyil. Bu mənim fikrimdir. Bunu həkimlər daha yaxşı bilir. Mənim hörmətim var. Təbii ki, olarsınız. İş keçmir burada. Amma bir şey var. Ona ki, Kesaryev yolu ilə gələnlər və yaxud kömək olunan uşaqların əksəriyyəti baxırsınız, onlara kömək lazım olur dünyada. Çünki insanın psixi strukturu orada bəlli olur. Gəlin soruşaq. Bugün qeysəriyyə əməliyyatlarının sayı çoxalıb ki, mən bunun qəti əleyhinə deyiləm. Məncə heç bir qadın əleyhinə deyil. Bu uşağın dünyaya gələn, bu yolla uşaq dünyaya gəlirsə, daha mı stresə dözümsüz olur sizcə? Belə sayılır. Bəli. Bəli. Maraqlı yanaşmadır. Bəli. Gəlin davam edək. Statistikalar var. Statistikalar var. Məsəl üçün mənə konsultasiyama gəlir insan problemlə danışır. Baxıram, uşağını gətirir məsəl üçün. İndi mən çox uşaqlarla işləmirəm. 9-10 yaşından biraz ondan yuxarı. Hərdən vaxtım olanda onlardan baxıram, analarına konsultasiya verirəm. Deyirəm, xanım, uşağınız kesir ilə dünyaya gəlir. Bəli. Bəziləri deyir, hardan bildiniz? Rus dilində bir şey var, onu deyəcəm çünki. Deyir ki, talantım нужно помогать, а посредственные пробьются сами. Yəni talantlı insanlara kömək lazımdır. Посредственные, yəni ki, adi insanlar özləri yol tapacaqlar. Onlar da kreativliyə yol tapacaqlar. Gedib nəsə alıb satacaqlar, qalxacaqlar özlərini. Ona görə bu belə məsələdir ki, kesirlə doğulanlara elə biraz lazımdır kömək lazımdır, biraz yardım lazımdır və insanın ilk psixi strukturu bu perinatal qaydalarda doğulur. 4-cü mərhələ başlayır, bu 3 ildir. 4-cü mərhələ uşaq gəlir dünyaya indi. Ona görə mən həmişə deyirəm ki, hər zaman deyirəm ki, bir hamiləlik dövründə mütəxəssisə göstərin özünüzü. Tibbi demirəm, təbii ki o birincidir. Psixoloqa, xüsusən transpersonal psixoloqlar bundan məşğuluq. Hamiləlik dövründə nə ilə məşğul olmalı, yoqadır, nədir lazımdır, hansı mərhələsi. Bir də ki, uşaq doğulandan sonra amala gəlməlidir. O yeni doğulmuş körpənin valideyni. Bəli, çünki orada ümumiyyətlə doğuluşdan qabaq gəlməlidir və doğuşdan sonra da gəlməlidir. Uşaq gəlir, onu götürürlər birinci, orada akuşerkalar var, mamalar deyiləni, götürürlər uşağı, vəliylərini öz prosedurlarını verirlər. İlk uşağın qulağına nə gələcək? Eşitmir başqa məsələdir, görmür başqa məsələdir. Ona görə də İslam aləmində bir qulağına azan, bir qulağına iqamə verilir. Nə eşidəcək? Məsəl üçün, Əfqanistanda bəzən elə bir qövmlər var ki, uşağın
İqamə nansandan sonra güllə atırlar uşağın yanında ki, bu boyda mücahid olacaq, bunu əskər kimi yetişdirirlər. Başqa dövlətlərdə başqa bir ənənə var. Yaxşı ki, bizdə o ənənə Yo, yo, yoxdur. yo, bizdə Dünyada yoxdur. da olmasın belə bir Bəli. ənənə. Olmasın. Heç bir uşağın Olmasın. qulağı güllə səsi eşitməsin. Amin Zümrüt xanım. İndi anaya uşaq necə veriləcək? Ana necə qoyacaq uşağını, uşağın hansı üzvlərinə? Necə tutacaq? Məsəl üçün, mən balaca uşaq tutamıram, başı gedir. Bəli. Amma anaya o psixofizioloji kontakt öyrədilməlidir. Bəli. O psixofizioloji kontakt öyrənməlidir. Uşağı necə tutsun, hansı İlqar müəllim, nöqtələrə? bəs bu refleks deyilən bir şey var da. Məsələn, heç bir qadın ilk analığına qədər hala, bibi olsa belə o uşağa ana toxunuşunu bilmir. Amma refleks də var axı. Bunu öyrənməsə də bilmirmi bəzi qadınlar? Fitrət. Bəli. Fitrətdə refleks var. Amma öyrədilməli çox şey var. Demə var imiş. Demə o refleks da, siz dediyiniz refleks Yetərli deyil. kardiaksiya olunmalıydı. Necə ki, apendisit bəzən kesilir, sünnət oğlan uşağı bəzən olunur, lazımdır. Refleks də kardiaksiya olunmalıdır. Kim tərəfdən? Mən məsəl üçün ana gələndə uşağı ilə bəzən uşaqlar nadinc olur, SDVQ olur, sindrom, hiperaktivlik sindromu olur, qoymur toxunuşuna. Mən öyrədirəm, trening keçirirəm. Mən uşaqlar işləmə, anaları trening keçirirəm ki, siz evdə işləyin. Çünki psixoloq evdə sizin olmayacaq. Uşaq psixoloquna aparacaqsın uşağınızı, o aydın, müxtəlif nevrotik problemlərlə işləyəcək. Amma siz özünüz təlim almalısınız başqa transpersonal qaydada, holistik qaydada. Çünki bunun çox faydası var uşağa. Bəs ata nə vaxt daxil olur hekayəyə? Bu çox maraqlı sualdır. Yenə də burada balansa gələcəm. Balans məsələsinə. Rollar ayrılır, bəzən birləşir, bəzən ayrılır. Və o balansı qorumaq lazımdır. Ata necə götürür, ana necə götürür? Məsəl üçün, ata götürəndə uşağın əlini hansı dərəcədə sıxmalıdır, öpməlidir və yaxud ayağını ana hansı qaydada götürməlidir? Hansı istiqamətdə ona relaks verməlidir? Rezonans verməlidir ona. Onun üçün ana özü o rezonansı ala bilməlidir, onun üstündə işləməlidir. İşləmək lazımdır. Yəni, burada bəzən yox, stres və insanın gələcək həyatında hansı psixi struktura malik olacağı artıq orada təməldə qoyulur. Hətta narkotik alüdəkisi olan gələcəkdə, asıllığı olan hansısa bir şeylərdən də ki, orada artıq təməli onun qoyulur. Yəni, valideynin uşaqla olan münasibəti onun gələcək vərdişlərinə Yox, təsir edir. perinatal qaydada, yox, hələ ana bətnində. O stres, o üçüncü mərhələ ki var, doğuş zamanı, orada qoyulur. Orada uşağa rezonans verilir. Uşaq orada dünyada olan yuxular görə bilir orada. Uçurumlar, nə bilim, baskılar, su daşmalarını görə bilir orada. Ondan sonra müharibələr görə bilir orada. Beyin açıqdır, məsafə açıqdır. Bu anadan olan keçiddir, ana bağı ilə keçən bir şeydir, sadəcə fərqli bir hadisədir. Yox, uşağın orada öz xüsusi durumu var. Orada insanın fərdi psixi strukturla, psixikası ilə kollektiv şuursuzluq arasında məsafə yoxdur, açıqdır. Kosmik, kollektiv şuursuzluq, o da başqa bir mövzudur. Jungian sistemi, o nöqtədə danışarıq gələn dəfə inşallah. Danışarıq, İlqar müəllim. Əslində həmişə məndə belə bir düşüncə var idi ki, kaş ana bətnində nələr yaşayırıq, o haqda məlumatımız ola. İndi düşünürəm ki, yaxşı ki, heç nə xatırlamırıq bu haqda. Yaxşı ki, xatırlamırıq. Bu yorar bizi. Yaxşı ki, xatırlamırıq. Amma o harda düşür? Amma o var bizim xatırımızda. Harda? Şuur altımızda. Düzdür, şuur altımızda. Şuur altımız çox böyükdür, çox böyükdür. Bu dəqiqə mən bu studiyada hansısa bir mikrofon stakanları görürəm burada. Mən birazdan sonra yadımdan çıxacaq bu stakanın üstündə hansı uzorlar, naxışlar var. Ola bilsin Allah Taala ömür versə bir 10 ildən sonra bu naxış gələcək gözümün qabağına stakan. Deyəcəm Allah, mən bunu harda görmüşəm. Şuur altımızda həkk olunacaq. O qədər şey danışmaq olar şuur altında. O qədər şey danışmaq olar. Bu tamam psixodinamikadır. Stresdən uzaq durmağın yolu varmı? Yoxdur. Birinci, A bəndi yoxdur. B bəndi onunla necə yaşamaq, onu necə müşahidə etmək olar. Deyirsiniz ki, mübarizə aparmayaq, alışaq ona. Alışmaq da lazım deyil. Ona insan özünü hazırlamalıdır. Bu da bir növ alışmaq deyilmi? Mən sizə bir məsəl gətirə bilərəm burada. Buyurun. Mənim bir dostum var idi. Azərbaycanda yaşayıb, sonra gedib xaricdə Avropa ölkələrində birində yaşayırdı.
Hardasa bir, nə bilim, 20 il bundan qabaq gəldi Azərbaycana, biz görüşdük onunla, qaldı burada. Gələn günü də mənə dedi ki, Arif adam idi. Arif adam idi. Aha. Dedi ki, mən özümə yaxın dost seçmişəm. Dedim, kimdir o? Dedi, onun adı ölümdür. İtkidir. Mən hər gün o haqda danışacağam. Mən özümü ona hazırlayıram ki, o gələndə qucaq açın deyin dostum gəldin, qorxmayın. İnsanın qorxusunun təməli ölümdür. Amma o vual olunmur. Mənə elə gəlir ki, bunun özü də qorxunun bir növüdür. Bəlkə də o bizdən daha çox qorxur sizin o dostunuz ölümdən. Elə deyilmi? Mən sizdən razıyam. O qorxurdu. Bəli. 100% O qorxurdu. bu qədər O qorxurdu. qorxmasa bu qədər həyat Ona görə özünü mərkəzinə hazırlayırdı. çevrilməz. Ona görə özünü hazırlayırdı. Ona görə özünü hazırlayırdı. Nə bilim 20-25 ildən sonra dünyasını dəyişdi. Amma bu qədər, bu il özünü hazırlayırdı. Hətta onda bəzi klinik hallar da olmuşdu. İlqar müəllim, həyatımızı bu qədər çətinləşdirmək lazımdırmı? Mən sizə deyim. Bəzi şeylər həyatın axarıdır. Məsələn, ölüm. Qorxsaq da o bizim həyatımızda var olacaq, qorxmasaq da. Amma onu biraz yumşaldaraq yaşamaq daha yaxşı olmazmı? Nəinki bütün günümüzü onun xofu ilə, stresi ilə, ondan barışığa həsr eləyərək. Məsələn, mənim dostum olsa, mənim yanımda 10 gün ölümdən danışsa, mən ondan üzr istəyib ayrılaram. Çox adam da ayrılırdı ona. O mənlə ancaq danışırdı o barədə. Sizi çox yorub. Məncə. Psixoloq olmaq budur ya. Yorulmaqdır biraz. Kim nə varsa səninlə danışır. Dostun səninlə danışır. Bir tək ailə üzvlərindən başqa. Səninlə danışırlar. Çünki sən başa düşürsən. Amma onda bir balans var idi. O qədər həyat sevərlik, o qədər kreativlik, o qədər gülmək, o qədər zarafat. Amma bu mövzuda var idi. Bu dəqiqə əgər o burada olsaydı, siz onunla danışırdı, o deyəcəkdi ki, Zümrüt xanım, mən balans tuturam. Mən pozitiv insanım. Ağır deyiləm. Ağır tərəflər də var idi. Amma psixoloq olmaq budur. Danışırlar. Stressdə var. Və bunu da əlavə edeyim ki, ölüm qorxusu insanın fitrətində yazılıb. Sən gedəcəksən. Mən indi teologiyaya girmirəm dini sahələrə. Çünki transpersonal psixologiya həm psixoterapiyadır, həm ənənəvi psixologiyadır standart. Həm din mövzusudur, həm ezoterikadır. Hər şey var. Hər şey var burada. Ümumiyyətlə stres təməl bir şeydir. Yəni biz stressdən qaça da bilmərik. Mən bizim izləyənlərə daha rahat olsun deyə fikrimi bölüşüm sizinlə. Mən belə başa düşdüm ki, stress elə bir hadisədir ki, biz bununla mübarizə aparmaq yerinə, bununla belə deyim, davaya çıxmaq yerinə, bununla bir uzlaşma tapmalıyıq. Bir yola getməyin formulunu tapmalıyıq. İndi bir psixoloq kimi soruşuram sizdən, dost kimi yox. Bəs necə tapaq bu uzlaşma yolunu? Necə ondan yola getməyə çalışaq? Belə deyim, kimi əylənməni sevir? Deyir ki, stres atıram. Kimisi de stressdən uzaq dururam, ya stres atıram sözü də artıq dilimizdə var. Və yaxud da ki, bəziləri kinoya gedir, bir başqaları üzmək, deyir ki, mən üzməyə gedirəm, onda stressdən uzaqlaşıram. Kimisi bəzi vərdişlərə yönəlir və yaxud da ki, kitab oxuyub stresimə qalib gəlirəm deyənlər var. Çoxdur bunun metodu. Bunlar özlərini mi aldadır? Belə bir şey yoxdurmu əslində? Stresdən uzaqlaşmırıqmı? Gəlin, baxaq aldadır ya yox. Baxaq. Bir çoxu özünü aldadır. Baxın, stres xüsusi bir şeydir Zümrüt xanım. Gəlin, bunu bilsinlər ki, insanlar. Ki, sonra bilsinlər, kim özünü aldadır, aldadmır, özü artıq qərar versin, biz deyənlərik. Sonra bizə heç nə deməsin. Bəli. Çünki psixoloq necə ki demir boşan, necə ki deyə bilməz ki boşan, deyə də bilməz ki qalq ilə ailəni dağıtma. Psixoloq neytral qayda verir, insan özü seçir. Baxın, stres nə deməkdir? İndi cavab olacaq inşallah üzərində. Stres gərginlik deməkdir. Amma boynum gərgin oldu, çiynim, günüm gərgin keçib aşı. Bu deyil. Bu stresin ilk kiçik siqnallarıdır. Kiçik. Bunlar olmalıdır. Bunlar olmasa insanın dinamikası həyatda sönər. Kiçik streslər bizə dinamika verir həyatda. O standart bir anlayışdır. Hamısı da psixologiyada, tək transpersonal deyil. Tək bədən yönlü psixoterapiyada deyil. Stres gərginlikdir, dərinləşmiş
və çox şahəli bir gərginlikdir. İnsanın əzələlərinə, vətərlərinə, oynaqlarına yerləşir, sonra orqanlarına, sonra da stres subşəxsiyyətləşir. Psixologiyada, klassik psixologiyada buna deyirlər bissazinatilni pattern, yəni şuur altında yerləşən patternlar. Pattern söz adı bu, Bəli. patternlar. Aha. Bu yuva kimi bir şeydir. Yuva kimi bir şeydir, bəli, bəli. Orqanları sıxır, əzələləri sıxır, yuxuları təsir göstərir. Bir çox əlamətləri var, bədən ağrıları. Stres elə bir şeydir ki, hər tərəfə çıxa bilir. Psixoterapiyada, psixologiyada ümumiyyətlə bir çox problemlər var. Psixonevroloji və psixoemosional problemlər var. Özü bilir hamısı, bunu yaxşı bilirsiniz. Nevrotik pozuntular var. Bəli. Stres onların hamısını gətirib çıxardır və müxtəlif xəstəlikləri gətirib çıxardır. Amma insanlar o dərəcədə bu stres sözünü adiləşdiriblər ki, heç kəs ona fikir vermir. Baxın, stres bazadır. Streslə işləyən mütəxəssis xüsusi olmalıdır. Bəzi xarici dövlətlərdə bir çoxunda antistres mərkəzləri var. Bəli. Fərz edin ki, insan gəlir həkimin yanına, müxtəlif psixonevroloji problemləri var, pozuntuları var. Müxtəlif. Bəli. Psixoloq başlayır ondan işləməyə. Amma görür ki, dirənib, getmir, terapiya getmir. Çünki Niyə? insanın bazasında stres dərəcəsi var. O stres dərəcəsi Qıra bilmir onu. o stres dərəcəsi müqavimət göstərir. Freud da deyirdi, müqavimətə çox böyük önəm vermişdi. O biraz xüsusi bir mövzudur. Psixoanalitiklər onu yaxşı bilir. O stres müqavimət göstərir, qaytarır o psixoterapiyanı. Freud buna deyirdi, saprotivleniya. Bu xüsusi bir mövzudur. İlqar müəllim, belə deyək, hətta stres bizim bədənimizə, ruhumuza o qədər çökə bilər ki, biz müalicəyə getsək belə, terapiyalara getsək belə, Bəli. o tabe olmaz. Müalicəmiz uğurla başa effektli çatmaz. olmur. Effektli olmur. Bəs o halda nə edirik? Ay sağ olun. O halda Stres mərkəzlərinə gedir. Stres mərkəzləri və yaxud psixoloji mərkəzlərdə streslə işləyən mütəxəssis olmalıdır. Məsələn, Azərbaycanda belə mərkəz yoxdur, səhv etmirəmsə. Xaricdə var, Var, Rusiyada var özündə. Məsəl üçün Moskvanın özündə antistres mərkəzi var. Orada akademik Xasay dostumuz bizim Xasay Aliyev oranı idarə edir. Bəs Azərbaycanda olanlar hara getsin? Streslə məşğul olan, işləyən psixoloqlara. Təəssüf ki, Azərbaycanda bədən yönlü psixoterapevtlər çox azdır. Amma var. Ola bilsin var. Demək ki, yoxdur. Çox azdır. Yoxdur, var. Biri buradadır. Demək ki, var. Var. Bu var. özü böyük göstəricidir, bir çıxış yoludur. Bu var. Birinci stresdən işləmək lazımdır. 5-6 trening insan almalıdır. Birinci stresdən işləmək. Bu balastı qaldırmaq lazım. Bir var balans, bir var balast. Balans nədir? O, müvazinat. Bir də var balast. Balast ağırlıqdır. Çöküş gəmilərdə olur məsələn, balast. Aha, onu ortadan qaldırmalıyıq. Bəli, biz bundan qalxmalıyıq bacardığımız qədər balansa. Ona görə gedir psixoloqun yanına, psixoterapevtdən gəlir ki, məsəl üçün İlqar müəllim nəsə effektli getmir. Baxıram stresin dərəcələri var. Əgər yoxdursa problem deyil. Yəni onun üçün lazımdır 5-6 seans gəlir, ölçək orada hansı səviyyədədir stres. Bəzən mənim yanımdan kimsə gedir başqa psixoloqun yanına, deyir ki, İlqar müəllim getdim, nəsə psixoterapiya edir, nəsə ki. Yəni psixoloqdan o birisinə gedirlər. İnsanlar bu normal halda axtarışlar. İlqar müəllim, sualım qalmasın deyə üzr istəyirəm, sözünüzü kəsəcəm. Ana bətnindəki stresi başa düşdük. Sonrakı yaşamda uşaqlıq dövrünü, ana-ata da olan münasibəti başa düşdük. Bəs nə bizi o hala gətirir ki, hansı hadisələr bizi o hala gətirir ki, biz sizin dediyiniz vəziyyətə gəlib çıxırıq ki, stres bizdə elə oturur ki, bədənimizdən çıxmaq istəmir, müalicəyə tabe olmaq istəmir. Bax, nə yaşamalıyıq ki, bir kişi, bir qadın, bir insan və yaxud da bir gənc nə yaşamalıdır ki, belə bir vəziyyətə gəlib çıxsın? Bu, özünün stressə müqavimətsiz olmağından yaranır, yoxsa yaşadıqlarının ağırlığından? Gəlin belə cavab verim. Mən çalışıram, həmişə dolu cavab verim. Buna tam. Baxın, hadisədir. Məsəl üçün, 1900 yaxud
2002-ci il, 2001-ci il saat 14:30 bir hadisə baş verdi hansısa. Demirəm lap böyük, orta bir hadisə. Bəli. 14:30 başladı hadisə, 14:40-da qurtardı. Tamam. Bəli. Baş verdi, qurtardı. Gözümüzün qabağında kimsə döydülər, kimsə maşın vurdu, kiminsə sevimli heyvan öldü və yaxud əl kəsildi. Kimsə zəng vurdu ki, banka bu qədər borcum var falan, məsələn. Evimi əlimdən aldılar. Evimi? Bəli. Bəli. 14:30-da başladı xəbər, 14:40-da qurtardı, bitdi və yaxud 45-də və yaxud nə bilim 35-də. Hadisə bitdi. Amma bu hadisənin psixoloji çəkisi getdi insanın daxilinə. Həm psixi strukturuna getdi, həm bədəninə getdi. Qaldı orada, başladı çökməyə. Sonra yaddan çıxa bilər. Çıxsa da, çıxmasa da. Şuur onu yaddan çıxardır. Şuurumuz. Yəni, çünki biz onu yaşamayaq. Yəni belə deyək, bu dərdi çəkə bilərik, məsəl üçün, bir həftə, 10 gün, fəsair, nə qədərsə. Sonradan yaddan çıxır. O qədər baxsaq ki, stresimiz olub həyatımızda ki, amma sonradan yaddan çıxır. Yəni ki, aktivlığını itirir. Yaddan çıxanda aktivlığını itirir. Bizə elə gəlir ki, unutmuşuq. Bizə elə gəlir ki, unutmuşuq. Bəzən doğudan da unuduruq. Amma şuurumuzun altı təhtə şuur deyilən. O unutmur. Orada qalır. Vaxt aşırı başlayır bunu verməyə. İnsanda hansısa bir psixoloji abituriyentdir, imtahan verə bilmir, gəlir, ağlayır. Yəni çox belə bir pis vəziyyətə düşür də. Sadə bir şey. Sonradan instituta daxil olur, institut qurtarır, yaxşı işi var, ailə qurur. Bəli. Sonradan baxırsan, psixoloqların, nevroloqların, həkimlərin yanındadır ki, məndə belə bir şey əmələ gəlib, nəsə, hansısa bir problem. Amma səbəbini bilmir. Səbəbini bilmir. Bu həmən abituriyent dövründə ona olunan baskılardır, onun çəkdiyi stressdir, izdirablardır. Bu da biraz başqa mövzudur. Abituriyent dövrü var burada. O gəlib çıxıb hansısa psixonevroloji pozuntuya. 40 yaşında onun əziyyətini çəkir. Onun əziyyətini çəkir bu adam. Bilmir, ya bu trans, ya suggestiv terapiya var məsəl üçün, ya hipnoz, trans və yaxud nəyinsə bunu görür. Amma bunu görmək o qədər də vacib deyil. Yəni bu o vaxtdan gəlib çıxır, 40 yaşındadır, birdən o gəldi çıxdı. Gəlir psixoloqun yanına, psixoloq başlayır ki, biri məsəl üçün psixoanaliz edir ki, uşaqlıqda nə stres olub? Hə, atdan yıxılmısan, atdan yıxılıb onun stresidir. O birisi psixoloq deyir, divandan yıxılmısan. Üçüncü deyir, hə, anan boşanıb, həddilə, budur da, bəs. Nədir bu? Burada bazı streslər var. Bunların heç biri olmasa da insan gəlir ki, axı biz uşağımıza yaxşı baxırıq, evdə heç bir problem yoxdur, səsimiz belə qalxmır, hər şey balans şəklində, idmanı da, həkimi də, təhsili də, gəzməyi də, giyimi də, yeyib içməsi də, valideyn mehribançılığı, nənə, baba, hamısı sağlam, əlhamdülillah, biz bu uşağa baxırıq. Bu uşaq niyə bu vəziyyətdədir? Bazı bu streslər var, ana bətnində çəkdiyi streslər var. Gəlib çıxır da, gəlib çıxır. O gəlib çıxır, deməli ondan işləmək lazımdır. Psixoloq bunu necə tapsın? Bunu tapmaq o qədər lazımdır. Burada korreksiya bazı korreksiya məsələləri var burada. İndi siz bayaq sual verdiniz ki, insanlar gedir üzgüçülüyə, nə bilim, idmana falan. Mən bu vaxtda deyim sizə. İdman elə bir idman növü var ki, bu stresi dərinləşdirir. Məsəl üçün, bəzələri ki, trenajora gedirəm, ağır çəki qaldırıram. Sən ağır çəki qaldırmaqla, möhkəm zərbə idman, məsəl üçün, Kyokushin, Kaide, məsəl üçün, boksdə, bunlarla məşğul olmaq, bu bir qədər haradasa stresi dərinləşdirir, əzəlləri daha da. Əgər səndə stres varsa, dərəcəsi varsa, bunu itələyici ora olmaz. Yəni, məsləhət deyil, olmaz deyil, məsləhət deyil. Amma üzgüçülüyə gedərsə, suyla bir təmas, tenisə gedərsə, ondan sonra voleybol necədir? Olar ortası. Amma ən gözəl. Məsəl üçün, mən bəzən nə edirəm? Uşaqları, vaxt var idi, vaxtım onda yığırdım, böyüklər də gəlirdi, onlarla Çin gimnastikası keçirdim. Çin yoqası. Ayaq, baş işləyir, o da insanın əsəb sistemi ilə bədən hərəkətləri birləşdirir. Çünki təməl bir prinsip deyəcəm sizə.
insanın psixikası ilə bədəni vəhdət halındadır. Bax belədir, sıxdır. Bəziləri deyir ki, hə təbii. Nə təbii, necə təbii? Dərk elə, bunu razılaşmaq lazım deyil. Psixika ilə bədən birdir, onlar birlikdə işləmək. Ona görə dünyada bədən yönlü psixoterapiya məktəbləri var. Təəssüf ki, bizdə yoxdur. Ona görə də mən bəzən göndərirəm, deyirəm, məsəl üçün su prosedurlarına getməlisən ki, amma psixoloqla heç olmasa 5-6 trening almalısan ki, işləyəsən. Çin usulun yoqası çox gözəl işləyir. Mən bu haqda heç məlumatım yoxdur. Çox gözəl təsir verir. Bəli. Bu stresi azaldır. Azaldır. Birinci yerdə odur, sonra üzmək, tenis və s. Sublimasiya edir. Bu onu sublimasiya edir. Sublimasiya nə deməkdir? Freudun dilində, klassik psixoanalizində bir şeyin, bir pattern, bir əsəbin, bir enerjinin, belə deyək Zümrüd xanım, bir enerjinin başqa bir hala keçirilməsi, dəyişdirilməsi, mənfi bir enerjinin daha bir müsbət bir hala keçirilməsi, dəyişməsi. Yəni mümkündür stresin azalması, idarə eləmək stresi, idarə eləməsi, kolleksion əlbəttə mümkündür. Amma tam qaçır, mübarizə aparır buna, o yoxdur belə bir şey. İlqar müəllim, sözün açığı stres haqqında sizinlə danışanda, bu haqda qərar verəndə bizim mövzularımızın bu tərəflərə gələcəyi heç ağlımdan keçmədi. Eşitmişəm bu sözü, bu cümləni ki, mən stres vaxtı başım daha yaxşı işləyir. Stresə düşəndə daha tez qərar verə bilirəm. Onda daha düzgün addım atıram. Varmı belə bir şeydə? O qərar deyil. İnsanlar deyir ki, qərar verə bilirəm. O qərar deyil. Stresli insan qərar verə bilməz. Stres bir xəbərdir, gəlir insana. Gəldi. Bir xəbərdir. Nəsə gəldi? Keçdi insanın emosional strukturunu qaldırdı, emosiyalarına təsir edir. Bu uca kognitiv psixoterapiyada da budur ki, avtofikirlər, bir də ki, emosiyalar, hansı birini qaldırır. Xəbər gəldi, hə? Qalxdı, emosiya qalxdı, təşviş qalxdı, qorxu qalxdı və o qorxu, o qalxan qorxu ki var, emosiya. Bəli. Bədən mobilizə olunur, bütün qüvvələrini insanın mobilizasiya edir ki, insanı ondan çıxartsın. Özünü müdafiə. Özünü müdafiə məsələsi. Mən uşaq idim. Bəli. Birinci, ikinci sinifdə oxuyurdum. Məhəlləmizdə bir dənə xoruz var idi. Xoruz it yerinə saxlayırdı. Adam xoruzu it yerinə saxlayırdı. Bir dəfə dişləyən xoruzlardan. İnsanın üstünə cumurdu, böyük də xoruz dişləyirdi. Mən 1-də yoxsa 2-də oxuyurdum. Xoruz çıxdı kletkadan, yəni şeydən, başladı üstümə qaçmağa. Təbii ki, qorxdum. Nə gəldi birinci? Fikir gəldi. Bu məni saat dimdikləyəcək, deşəcək ayağımı, başımı, qolumu. İkinci nə gəldi? Qorxu istəmirəm, emosiya. Çünki fikirlərlə emosiyalar fərqli şeylərdir. Başladım qaçmağa, qabağımda çəpər. Mən o çəpərə ondan qabaq, yəni güclə, bəla ilə dırmaşırdım o çəpərə. Atıldınız orada. Zümrüd xanım, mən atılmadım, mən uçdum. Mən uçdum. Elə bilirsiniz, lok atletlər var, o atletlər. Əlim çəpənin üstündə o tərəfdəydim, xoruz qaldım, belə, təəccüb elədi, xoruz qaldı, bu necə qaldı, buradı. Bu nə idi? Özünü müdafiə. Bədən, bəli, bu bədən, bu şey, bütün bu strukturları mobilizə elədi və qaldırdı, atdı məni. Bu budur. Amma qərar verməm əsası bir qədər səhvdir mənə görə. Niyə görə? Bunu deyim ki, bəzən, bilmirəm, Sovet metrolarında hansı illərdə, bu metropolitenlərdə, məsəl üçün, Böyük Rusiya, məsəl Moskva kimi falan yerlərdə tupik idi da, tupik. Gəlirdin, tupik idi, ora təzdən qayıtmalıydın, heç vaxt yazmırdılar tupik. Yazırdılar, vıxıd rядом, yəni ki, çıxış yanındadır. Çünki birdən stresə düşməyə. Birdən depressiyalı insan onlar. Çıxış yoxdur. Hə, mən də çoxdan hazırlaşmışdım, gəlin özüm buradan, nəsə. Ona görə yazır, çıxış yanındadır. Doğrudan da çıxış hər zaman bizim yanımızdadır. Allaha təvəkkül edib o çıxışı axtarmaq lazımdır. Streslə mübarizə aparmaq yox, işləmək lazımdır və necə deyərlər, dünyamızı gözəlləşdirmək lazımdır. İnanın ki, demirəm 100%, amma kifayət qədər insana yaradan tərəfdən o resurslar verilib. Əslində sizin və bizim yaranma səbəbimiz dünyanı gözəlləşdirməkdir. Biz bu gözəllik içində bəzən istəyərək şuurlu və yaxud da şuursuz çirkab axtarmağa çalışırıq. Nə gözəldir dünyaya xoş gözlərlə baxmaq, müsbət enerji ilə baxmaq. Bugün söhbətimizə başlamazdan əvvəl niyyətim o idi ki,
izləyicilərimizə belə bir yol göstərəcəyik ki, onlar stressdən uzaq olacaqlar. Amma başa düşdüyüm odur ki, stressdən uzaq olmağın ən gözəl yolu onu tərbiyə etməkdir. Mənsə niyyətim odur ki, bizi dinləyəsiniz və əgər stres halındasınızsa, onu tərbiyələndirəsiniz. Yeni addımda görüşərik və etiraf edirəm. Bu addımlarda mən də sizinlə bərabər öyrənirəm. Və nə gözəl, nə maraqlı, nə önəmli hekayələr, hadisələr və önəmli məlumatlar öyrənirəm. Təşəkkür edirəm sizə. Mən sizə təşəkkür edirəm. Bəlkə də mən hansısa bir məlumatı verə bildimsə burada, dedim bu barədə biraz terminlərə gedir. O da sizin sayənizdə oldu Zümrüt xanım ki, siz çox gözəl koreksiya dediniz o stressi. Ona baxmayaraq ki, mən dəfələrdən çıxmışam, yenə də kiçik bir stres var. O da olmalıdır və siz onu belə gözəl bir şəkildə, surətdə idarə etdiniz, koreksiya etdiniz. Təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. İlqar bəy bilir ki, mən tərifi sevirəm. Bu missiyasını da yerinə yetirdi. Yenidən yeni addımlarda görüşərik. Hələlik.